dostlar, necəsiz, keyfiniz yaxşısınız? Bugün kuşlarımın balasını göstərəcəm. Bir dənə qəşəng belə göy kəməri baladır. Dişi də özdə bu. Bu da erkəkdir. Şey baladırlar dostlar. Çıl kuşlarının balasıdır. Bu da özümüzünki qara göz erkək, dişil xoruz. Bu da ki təzə quşumdur dostlar. Sinif yoldaşım səhvdən almışam. Qarabaş dişidir. Bununla tütə vuracağım dostlar. Hələ qızmır. Dişi kuştu. Sap bala verir bence. Buna da diş axtaracağım. Bir dənə diş də buna. Balalar da yekəlməyəcək. Öz kuşlarımla saxlayacağım. Bunların anatası yuvuya girib çıxır. Tas gecə girmir. Kırşadadılar. Hadi göstərim dostlar. Görünmür dostlar buradan. Dostlar. Bunlar qəşəng tutdu. Buradan da bir tart uzattım. Kuşlara. Buraya bir tane taxta koydum. Buradan da çora ilə çaldım. Əlim ağarıb dostlar. Əlimi ağ kuşa vuranda nədən sağarır? Rəng kimi bir şey olur. Qəşəng baladır dostlar. Bizim kişi de çıxmışdı. Sonra saxsağan dadandı. Keçən də çıxmışdı bir cüt. Hala 10 günlük sad idi, yedi saxsağan. İndi cana gəlmişdi. Bunlar çıxmışdı. Bir küçümdən qabaq gəlirdi. Böyle düşürdük. Ana tası yuvaya girir, yedirdir. Gözün tası yuvaya girmir dostlar. Dünən düşürdüm. Bu xoruz fərəsində dostlar, ana quşların anatasında rəngi belə açıq olan dostlar, erkəkdir. Biri də var rəngi bağlıdır, o da dişidir. Yəqin indi bunlar deyirlər, yedirdik dostlar. Bunlar da belə. Dostlar bu dişi qızmır dostlar. Bəlkə biləniniz ola. Necə qızışdırım. Gətirəli hardasa 2 gün olar da belə. Səhiddən gətirdim. Qəşəng quşları var. Kanalın adı Cəfərov altdan xət 14'dür. Qəşəng quşlardır. Bunun yeri məndə başqadır. Bunu bala baktım. 13 manat vermiştim dostlar. Almıştım. Təç yox, tütünlə. Bir dənə də qara tütü var idi. İkisi birlikdə. Bizim bağın ayağında qonşu var. Həm oğludur. Ondan almıştım. Bunlar da belə baladır. 12 buyruqdur dostlar, saymışam. Ve 388 abunəçiyik dostlar. 388 abunəçiyik dostlar. 400 abunə olaq, bəlkə izimi göstərdim. Ya 400 ya 500 abunədir. Əlim ağardı dostlar. Bir de bu alma bak.
Neyse dostlar videomuz bu kadar. Sağ olun, salamat kalın. Kanalıma abone olmayı unutmayın.